Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə sosial media hesablarında paylaşdığım sınaq 1-in izahını verəcəm. Çalışacağam blok imtahanına qədər mütəmadi olaraq belə sınaqlar hazırlayım və sosial media hesablarında paylaşım. Həmçinin onların izahını da paylaşacağım. Ekranda gördüyünüz QR kodları skanləyərək, əgər YouTube-dan baxırsınızsa, bu sınağın PDF-ini və doğru cavablarını əldə edə bilərsiniz. Həmçinin açıqlama hissəsində də sınağın PDF-i linkdə mövcuddur. Oradan da əldə edib işləyə bilərsiniz. Başlayaq birinci sualdan. Qeyd edeyim ki, suallar sırf Dövlət İmtahan Mərkəzinin test toplusu əsasında tərtib olunmuşdur. Test tipləri götürülüb, sadəcə belə deyim, tip olaraq dəyişdirilib, içi dəyişdirilib, məlumatlar dəyişdirilib. Yəni test tipləri tamamilə qəbul imtahanı formatına uyğundur. Başlayaq birinci sualdan. Deyir ki, yaz gecə gündüz bərabərliyi günündə coğrafi koordinatları 20 şimal enliyi və 45 şərq uzunluğu olan məntəqədə günorta olanda hansı coğrafi uzunluqda gecə yarı, səhər və axşam çağı olar? İlk olaraq biz bilməliyik ki, günorta, gecə yarı, səhər, axşam çağı yaz gecə gündüz bərabərliyi günündə saat neçədir? Qeyd edim ki, yaz gecə gündüz bərabərliyi günü 21 mart tarixidir. Günəş burada ekvatorda zenitdədir. Deməli, günorta saat 12:00-dır. 12:00-dır. Gecə yarı saat 24:00-dır. Səhər 06:00-dır. Axşam çağı isə 18:00-dır. Buradan kəsərsən. Deməli, davam eləyək. Baxaq bizə nə deyir? 45 şərq uzunluğunda günorta olduğu zaman. Deməli, 45 şərq uzunluğunda günortadır. Yəni deyir ki, saat 12:00-dır. Biz birinci tapmalıyıq ki, harda gecə yarıdır. Baxın, bunun ən asan variantı nədir? Onu deyim sizə. Əks meridian anlayışı var. Nədir bu əks meridian anlayışı? Məsələn, buradan izah edeyim. 50 şərq uzunluğunu, əks meridianı 130 qərb uzunluğudur. Bunu necə tapdıq? 180-dən 50-ni çıxdıq, elədi 130. Şərq isə yarımkəsi dəyişir, qərb olur. Bu olur əks meridianı. Burada saat məsəl üçün 16:00, gündüz 4-dürsə, burada 04:00 digər 4 olur. Və yaxud burada saat gündüz 12-dirsə, 12:00, onun əks meridianında 24:00, yəni gecə 12 olur. Yəni əks meridianlarda eyni saatdır, sadəcə fərqli dilimlərdir. İndi baxaq. 45 şərq uzunluğunda 12:00-dırsa, biz tapmalıyıq ki, harda birinci gecə yarı 24:00-dır. Təbii ki, bunun əks meridianıdır. 45 şərq uzunluğunun əks meridianı 135 qərb uzunluqdur. Necə elədi? 180-dən 45-i çıxdıq, elədi 135. Şərq isə olur qərb. Deməli, 135 qərb uzunluğunda saat oldu 24:00. Birinci tərəfi tapdıq. B variantı ilə D variantını avtomatik silirik. İkinci tərəfdə səhər olmalıdır. Səhər 06:00-dır. 06:00 24:00-dan 12:00-ın arasındadır. Deməli, indi buradan tapa bilərik. Bunların arasında 6 saat fərq var. 12 ilə 6 arasında. Buna dərəcəyə çevirmək üçün vururam 15-ə, edir 90 dərəcə. 45 şərq uzunluğundan 90 dərəcə qərbə gedəndə gəlib çatıram 45 qərb uzunluğuna. Səhərdə tapdım. Deməli, bu getdi. Cavabımız artıq bəllidir. A variantıdır. İndi axşam çağını da tapaq. Baxın, axşam çağı da saat 18:00-dır, 12-dən sonradır. Daha şərqə yazırıq. İndi bunun yenə asan yolu nədir? Baxın, 45 qərb uzunluğunda səhər 6-dırsa, deməli, onun əks meridianında da digər 6 olacaq. Yəni, 135 şərq uzunluğunda. Cavabımız A bəndidir. İkinci suala baxaq. Deyir ki, cədvələ əsasən Narodnoya zirvəsinin aid olduğu dağ silsiləsi ilə verilmiş zirvələrin yerləşdiyi dağ silsilələrinin oxşar xüsusiyyətini müəyyən etməyimizi istəyir bizdən. Narodnoya bildiyimiz kimi Ural dağının zirvəsidir. Mitsel Appalaçın zirvəsidir. Qalxapetçen Skandinaviyanın zirvəsidir. Kostiyushka isə böyük su ayrıcı dağının zirvəsidir. Başlayaq. Mitsellə oxşar xüsusiyyət axtarırıq Narodnoyanın. Geosignalın inkişafının son mərhələsindədir, bəli. Bildiyimiz kimi qədim dağlar, bunların həm Mitsel, yəni Appalaç, həm də Ural dağları geosignalın inkişafının 4-cü mərhələsindədir, qədim dağdılar. Litosfer tavalarının sərhədində yerləşə bilməzlər. Qədim dağlar platformadır. Platformalar sərhəddə ola bilmir. Daha sonra Fanerozoy eonunun ilk erasında yaranmışdılar. Fanerozoyun ilk erası Paleozoy erasıdır. Bəli, hər iki dağ Paleozoy erasında meydana gəlmişdir. 1-ə 1, 3 götürürük. 2-yə baxaq. Skandinaviya ilə Uralın oxşar xüsusiyyəti, yəni Qalxapetçenin Narodnoya zirvəsindən gedir söhbət. Sakit okeana paralel yerləşir. Ümumiyyətlə Narodnoya, Ural dağlarının Sakit okeanla heç bir əlaqəsi yoxdur. 4 yanlışdır. Zəlzələ və dağəmələ gəlmə zonasında yerləşir. Yəni demək istəyir ki, geosinklinal ərazidədir. Xeyr. Həm Skandinaviya, həm də Ural dağları platformadır. Mənşəyinə görə faylı dağdır, doğrudur.
hər ikisi. Kostyushka böyük su ayrıcı ilə Ural dağlarına oxşarlıq lazımdır bizə. Yerləşdiyi ölkə iki işıqlanma qurşağında yerləşir. Deməli, Ural dağları Rusiyada yerləşir. Rusiya bəli, mülayim və qütb işıqlanma qurşaqlarında yerləşir. Böyük su ayrıcı isə Avstraliyadadır. Avstraliyadan cənub tropik xətt keçdiyi üçün o tropik və mülayim işıqlanma qurşağında yerləşir. Bu oxşarlıqdır. Hündürlüyü Tupkalın hündürlüyündən azdır. Tupkalın hündürlüyü 4165-dir. Deməli, indi baxaq. Kostyushka 2228 metrdir. Ural da 1895 metr hündürlüyə malikdir. Bəli, hər iki dağ Tupkaldan hündürlüyü aşağıdır. Materikin şərq sahili boyunca uzanır. Xeyr, Ural dağları ümumiyyətlə dəniz sahilində yerləşmir, okean sahilində yerləşmir. Avropa ilə Asiya arasında sərhəddir bu. Yalnız Böyük Su Ayrıcı dağına aiddir. Cavab olacaq 1-ə 1, 3, 2-yə 6, 3-ə 7, 8. Cavab olacaq B bəndi. Üçüncü suala baxaq. Azərbaycanın geoloji quruluşuna bağlı bir test tapşırığıdır. Böyük Qafqazın yüksək dağlığında bildiyimiz kimi Yura dövrünün çöküntüləri yayılıb. Yura mezozoya aiddir. Sədərəyə qalxması paleozoya aiddir. Kiçik Qafqazın orta dağlığında Təbaşir dövrünün çöküntüləri yayılıb. Təbaşir deməli götürəcəyi biz bura mezozoya aiddir. Gəncə-Qazax düzü Kaynozoy. Talış dağlarında paleogen dövrünün süxurları yayılıb Kaynozoy erasına aiddir. Əsrikçay və Zəyimçay hövzəsi isə paleozoy erasına aid olacaq. 1-ə B, F, D, Y, A, S. Cavab olacaq C variantı. Dördüncü suala baxırıq. Litosfer tavalarının hərəkətinə aid belə bir test tapşırıqdır. Venn diaqramında müqayisə edib. Gördüyümüz kimi birinci sxemdə okean tipli litosfer tavası materik tipli litosfer tavasının altına batır. Söhbət subduksiya prosesindən gedir. İkincisində isə ayrılma zonasıdsa, bu da divergentdən söhbət gedəcək. Yəni, divergentlə subduksiyanı müqayisə etməmiz istəyir. Rift dərələri divergentli meydana gəlir. Hekla Bardambunqa vulkanlarının yerləşdiyi ada yaranmışdı. Bu adalar, daha doğrusu vulkanlar İslandiya adasında yerləşir. İslandiya divergentdə yerləşən adadır. Litosfer tavasının hər iki sərhədidir. Peru və Filippin, ümumiyyətlə, nov sözü varsa subduksiyadır. Sakit Okeanın şərq sahillərində dağ sistemi meydana gəlmişdi. Sakit Okeanın dağ sistemi Amerika sahillərdə, orada da Antkardilyer dağları subduksiya nəticəsində yaranmışdı. Doğrudur. 1-ə D, Y, 2-yə A, B, 3-ə C. Cavab olacaq A bəndi. 5-ci suala baxırıq. Neotektonik proseslər davam edir. Paleotektonik proseslər baş vermişdir, deyir bizə. Bildiyimiz kimi neotektonik ərazilər geosinkronun inkişafının 3-cü mərhələsindədir. Paleotektonik isə 4-cü mərhələsindədir. Yəni, qısacası neotektonik deyəndə biz geosinkron ərazilər seçməliyik. Paleotektonik deyəndə isə platforma ərazilər seçməliyik. Birinci tərəfdə geosinkronal seçməliyik isə 2-dən Orta Sibir yaylası qədim platformadır. Daha sonra Appalaç dağları qədim dağdır, platformadır. 2 ilə 3 gedir. Burada da həmçinin böyük su ayrıcı dağlar isə paleozoyda yaranan bir dağdır, qədim dağdır. Bizə geosinkronal ərazi lazımdır. Avtomatik yerdə onsa 1, 3 və 5 qalır. 6-cı sualda platforma və geosinkronallara uyğun gələn düzənlikləri müəyyən etməyimizi istəyir. Məsələn, A-da 1-ə platformaya Kür-Araz ovalığı verib səhvdir. Azərbaycanda yerləşir Kür-Araz ovalığı, Azərbaycan geosinkronaldır. Daha sonra D variantında platformaya Meksika verib yanlışdır. Y variantında Padan ovalığı verib platformaya. Padan ovalığı İtaliyadadır. İtaliya geosinkronal ərazidə yerləşir. Deməli, nə qaldı? B ilə C variantlarımız qaldı. İkinci tərəfə baxaq. Geosinkronallar burada Orta Sibir verib. Orta Sibir platformadır. Qaldı cavab B variantı. Şərqi Avropa, La Plata, Mississippi platformada, Anadolu, Tibet, Kolxida isə geosinkronal ərazidə yerləşir. Daha sonra 7-ci sualda bizə deyir ki, dağın ətəyinin hündürlüyü 650 metr, ətəklə zirvə arasındakı nisbi hündürlük isə 2600 metrdir. Kəsmə yüksəkliyin 400 metr olduğunu nəzərə alaraq okean səviyyəsi ilə zirvə arasında neçə horizontalın çəkildiyini müəyyən edin. Deməli, baxın, dağın ətəyinin hündürlüyü 650 metrdir. Nisbi hündürlüyü isə, yəni ətəklə zirvə arasında isə 2600 metr ümumilikdə fərq var. Nisbi hündürlüyü ətəklə zirvə arasındakı fərqə deyilir. Biz nisbi hündürlüyünə ətəyin hündürlüyünü toplasaq, bu dağın ümumi hündürlüyünü alarıq. Eləyir, deməli, 3250 metr. Bunun neçə horizontal çəkilinin iki qaydası var tapmağın. Birinci qaydası nədir? Baxın, kəsmə yüksəkliyi 400 metrdir. Nə edərik? Okean səviyyəsi 0 metrdir. 0-dan başla-başla hesablayarıq. 0, 400, deməli 800, 1200, 1600, 2000, 2400, 2800, 3200. Artıq 3250 deyə dayanırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə oldu. Cavab D variantıdır. İndi digər yol nədir?
3250-ni bölürük 400-ə, eləyir 8, üzərinə 1 gəlirik, olur 9. Yəni bunun iki tipi var, istədiyiniz tipdə həll edə bilərsiniz. 8-ci suala baxaq. 8-ci sualda bizə vulkanlar verilib və onlara aid doğru və yanlış xüsusiyyətlərini müəyyən etməmizi istəyir. Başlayaq. Klüt sopkası bildiyimiz kimi Kamçatka yarımadasında yerləşir, Rusiyadadır. Bəli, Sakit Okean Odlu qövsündə yerləşir və qranit qatına malik deyil. Bu da doğru xüsusiyyətdir. Üzr istəyirəm, yanlış xüsusiyyətdir. Niyə? Çünki qranit qatına malik olmaması üçün okean tipli yer qabığına malik olmalıdır. Klüt sopkası materik tipli yer qabıqdır. Yanlışın altına yanlış verilib, doğrunun altına doğru verilib. Biri götürürük. Fujiyama Yaponiyada yerləşir. Deyir ki, bunun yerləşdiyi ölkə Sakit Okeanın şərq sahilindədir. Xeyr, Sakit Okeanın qərb sahilində olmalıdır. Yanlış xüsusiyyət verilib doğrunun altından. Mülayim şalanma qurşağında yerləşməsi isə doğru xüsusiyyətdir. Yerləri yanlış verilib. Üçüncüdə deyir ki, Dəlidağ Qarabağ vulkanik ailəsininin ən hündür zirvəsidir. Bəli, Kəlbəcər rayonu ərazisində yerləşir. Səhv məlumata veribsə, yanlışa verib ki, Mezozoid dağı əmələ gəlməsində yaranmışdır. Xeyr, Kaynozoidda yaranmalıdır. Doğrunun altına doğru, yanlışın altına yanlış verib götürürük. Kilimanjaro Tanzaniyada yerləşir. Deyir ki, Afrikanın ən yüksək zirvəsi Atlas dağlarının ən yüksək zirvəsindən aşağıda yerləşir. Kilimanjaro'nun ən yüksək nöqtəsi 5895 metrdir. Atlasda 4165 metrdir. Atlas dağlarının zirvəsindən aşağıda yerləşir, yuxarıda yerləşir. Yanlış verilib. Şimal-şərq yarımkürəsində yerləşir. Yanlışdır. Cənub olmalıydı. Cənub-şərq. Daha sonra 4 yanlış oldu. 5-də Etna vulkanına deyir ki, İtaliyada yerləşir. Geosinknalın inkişafının 3-cü mərhələsinə aid dağlar var yerləşdiyi ölkədə. Bəli, İtaliya geosinknaldır. Apennin yarımadasında yerləşməsi yanlışdır. Çünki Siciliya adasında yerləşir Etna vulkanı. 5-i götürürük. Ruapehu Yeni Zelandiyadadır. Yeni Zelandiya divergent yox, konvergent zonada yerləşir. Yanlış verilib götürmürük. Cavabımız oldu 1, 3 və 5. Altını da deyək. 6-da deyir ki, yerləşdiyi ölkədə qış gün dönümü günü gecənin uzunluğu gündüzdən qısa olur. Bəli, qış gün dönümü günü günəş cənub tropikində zenitdə olduğu üçün, Yeni Zelandiyada cənubda olduğu üçün, bəli, gecənin uzunluğu gündüzdən qısa olur. Yəni gündüz daha uzun olur. 9-cu sualda deyir ki, doğru ifadələri müəyyən edin. Deməli, Adriatik dəniz sahillərində Dalmasi tipli sahillər yayılmışdır. Bəli, Xorvatiya idi ölkəsi. Çaylar dağdan düzənliyə enərkən gücü zəiflədiyi üçün mənsəbdə çökdürülərsə bu gətirmə konusu deyildi. Mənsəbdə çökdürülərsə bu delta adlanırdı. 2 yanlışdır. Afrikanın şimalında və Avstraliyanın mərkəz hissələrində eksarasiya nəticəsində yaranan relyef formaları üstünlük təşkil edə bilməz. Eksarasiya bildiyimiz kimi buzlağın fəaliyyətidir. Afrikanın şimalı və Avstraliyanın mərkəzi isə səhralıq ərazidir. Burada defilyasiya prosesi olur. 3 yanlışdır. Buzlaqların fəaliyyəti nəticəsində fjord və şixə tipli sahillər yaranır. Doğrudur. Azərbaycanda Ceyrançöl, Acınahurda və Abşeron Qobustanda yarğan qobu şəbəkəsi var. Doğrudur. Arid deliminasiyon relyefi yayılıb. Küləyin fəaliyyəti əsasən 4-cü dövr buzlaşmasının üstün olduğu ərazilərdə yayılmışdır. Xeyr, küləyin fəaliyyəti əsasən səhralarda olur. 4-cü dövr buzlaşması isə Şimali Amerika və Avrasiya materiklərinin şimal hissələrini əsasını əhatə edir. 1, 4, 5 cavab olacaq B variantı. Daha sonra 10-cu sualda deyir ki, A və B məntəqələri ekvator və Greenwich meridianının kəsişdiyi nöqtədən eyni məsafədə yerləşir. Lakin A məntəqəsi bu mərkəzdən 315, B isə 225 azimutda yerləşir. Bu məntəqələrə aid olan ümumi məlumatları müəyyən edin. Ekvatorla Greenwichin kəsişmə nöqtəsini tapıram. Baxın, bu ekvatorla Greenwichin kəsişmə nöqtəsi olsun. Deyir ki, A məntəqəsi 315, yəni şimal-qərb istiqamətində yerləşir. Bu olsun A məntəqəsi. B məntəqəsi isə 225, yəni cənub-qərb istiqamətində yerləşir. Deməli, indi baxaq. Bunlar gördüyümüz kimi fərqli paraleldədirlər, amma eyni meridianın üzərindədirlər. Eyni istiqamət hərəkət edirlər çünki. Amma fərqli paralellərin üzərində olacaqlar. Gəlin baxaq variantlara. Deyir ki, qütb ulduzu hər iki məntəqədə görünür. Xeyr. Baxın, bura ekvatordur. B məntəqəsi cənub yarımkürəsindədir. Cənubda qütb ulduzu görünmür. Qurşaq və yerli vaxtları eynidir. Bəli, çünki eyni meridian üzərində yerləşirlər. Payız gecə-gündüz bərabərliyi günündə günorta vaxtı günəş şüaları eyni buzaq altına düşür. Doğrudur. Niyə? Çünki günəş payız gecə-gündüz bərabərliyi günündə ekvatora 90 buzağından düşür, yəni orada zenitdə olur. Bunlarda hər ikisi ekvatordan eyni məsafədədir. Eyni paralel səviyyəsində deyirlər, fərqlidirlər. Hər iki məntəqə qərb yarımkürəsindədir, bəli. 22 iyunda gündüzün uzunluğu hər iki məntəqədə eyni ola bilməz. Çünki 22 iyunda günəş şimal tropikində zenitdədir və A məntəqəsi şimal tropikinə daha yaxındır. B isə daha uzaqdır. O zaman B-də gecə çox olacaq, A-da gündüz çox olacaq. 2, 3, 5 cavab B variantıdır.
11-ci sualda deyir ki, Günəş 10 cənub enliyində zənitdə olarkən, sxemə əsasən cənub qütb işıqlanma qurşağında olub, lakin qütb gündüzlərinin müşahidə olunmadığı məntəqələri bizdən tapmamızı istəyir. İndi baxın, cənub qütb işıqlanma qurşağı 66.5-90 cənub enliyi paralellərin arasıdır. Avtomatik Y ilə F-i çıxmalıyam. Ümumiyyətlə, bu qütb işıqlanma qurşağında yerləşmir bu məntəqələr. Bizə deyir ki, qütb işıqlanma qurşağında olmalıdır. Amma ki, qütb gündüzü olmamalıdır. Günəş 10 cənub enliyində zənitdədir. Biz 90-dan 10'u çıxırıq, eləyir 80. Deməli, 80-90 paralelləri arasında qütb gecələri və gündüzləridir. S ilə D 80-90 aralığına düşmədiyi üçün burada qütb gecələri və gündüzləri, daha doğrusu qütb gündüzləri müşahidə olunmayacaq. Cavab B variantıdır. 12-ci sualda deyir ki, doğru sıraları müəyyən edin. Ural dağları Atlas dağlarından fərqli olaraq, baxaq birinci hissəyə. Deməli, deyir ki, 4-cü dövr buzlaşmasının baş verdiyi materikdə yerləşir. Ural Avrasiya materikidir, Atlas Afrikada yerləşir. Bəli, Avrasiyada Afrikadan fərqli olaraq 4-cü dövr buzlaşması baş verib. Litosfer havaların sərhədində yerləşməsi Atlasın Uraldan fərqli xüsusiyyətidir. Ural platformadır, sərhəddə deyil. Üç yarımkürədə yerləşməsi yenə də Atlasın Uraldan fərqli xüsusiyyətidir. Çünki Atlas dağlarının ərazisindən Qrinviç xətti keçir, amma Ural üç yarımkürədə yerləşmir. Birinci hissədə biri götürdü. 2-də deyir ki, ikinci tərəfdə Alp dağlarının Skandinaviyanın oxşarlığı. Alp cavan dağdır, Skandinaviya isə qədim dağdır, Kaledon hetsində yaranır. Failə dağları ancaq Skandinaviyaya aiddir, Alp dağları qırışıq dağlardır. Bəli, hər ikisi bir neçə ölkənin ərazisində yerləşir. Eyni adlı yarımadada yerləşməsi Skandinaviyaya aiddir, Skandinaviya yarımadasında yerləşir. Üçüncü tərəfə baxaq. Verxoyansk dağları Appalaçdan fərqli olaraq deyir. İnkişaf etmiş ölkənin ərazisində yerləşir. Bu Appalaçın Verxoyanskdan fərqli xüsusiyyətidir. Bildiyimiz kimi Appalaç ABŞ ərazisində yerləşir. Verxoyansk da Rusiyada yerləşir. Rusiya inkişaf etmiş ölkə deyil. Geosinkronun inkişafının birinci mərhələsindədir. Xeyr. Ümumiyyətlə biz birinci mərhələdə bir dağ keçməmişik. Muradxanlı neft yatağının yarandığı erada meydana gəlmişdi. Azərbaycanda Muradxanlı Molakət neft yataqları Mezozoy erasında yaranıb. Bəli, Verxoyansk Mezozoyda yaranıb. Amma Appalaç, Kaledon, Hertsin, yəni Paleozoy erasında yaranıb. Burada doğru cavab oldu C variantı. 13 nömrəli test tapşırığından davam edək. Deməli, 13-cü sual Azərbaycanın faydalı qazıntıları ilə bağlı bir test tapşırıqdır. Bizə qeyri-filizlər verilib, inzibati rayonları verilib və onların doğru istifadəsini müəyyən etməliyik. Deməli, birinci verilən şərti işarə bentonit gildir. Bentonit gil bildiyimiz kimi Qazaxda yayılıb. Bu yanlışdır. İkinci kvars qumudur. Kvars qumu bəli Abşerondadır, amma kvars qumu kənd təsərrüfatında yox, şüşə istehsalında istifadə olunurdu. 2 yanlışdır. 3 barit yatağıdır. Bəli, Goranboydadır. Dərin neft quyularının qazılmasına istifadə olunur. Doğrudur. 4-cü faydalı qazıntımız tökmə duzdur. Abşerondadır. Kimya sənayesində istifadə olunur. Doğrudur. 5-ci faydalı qazıntımız cipsdir. Deməli, cips Qazaxda yox, Goranboy ərazisində yayılmışdı. Kimya sənayesində yox, tikintidə istifadə olunurdu. 5 yanlışdır. 6-cıda deməli seolit gilidir, Tovuzdadır və kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur. Doğrudur. Cavab 3, 4, 6 Y variantı olacaq. 14-cü sualda deyir ki, aşağıda verilmiş hadisələri xronoloji ardıcılığına doğru sıralandığın bəndi müəyyən edin. Mövzu yerin planetar və geoloji inkişafı mövzusuna aiddir. Gəlin baxaq. A variantında deyir 4-cü dövr buzlaşmasının baş verməsi bu Kaynazoydur. Pantalasın müasir okeanları parçalanması Mezozoydur. Kütləvi vulkan püskürmələrinin baş verməsi bu yerin planetar inkişaf mərhələsinə aiddir. Yəni burada sıra pozulub. Dinozavrların nəslinin kəsilməsi Mezozoy, müasir landşaft Kaynazoydur. Okeanda deməli ilk balıqların meydana gəlməsi isə bu Paleozoy erasına aiddir. B yanlışdır, sıra pozulub. C variantında Pantalas okeanının meydana gəlməsi deməli bu yerin planetar inkişaf mərhələsinə aiddir. Bildiyimiz kimi yerin Pantalasın yaranmasından planetar dövr bitib geoloji mərhələ başlamışdı. Örtülü toxumlu bitkilərin meydana gəlməsi Mezozoydur. Himalay dağlarının yaranması Kaynazoydur. Bəli, burada sıra gözlənilir. 15 nömrəli test tapşırığı Dövlət İmtahan Mərkəzinin belə deyək, yeni tip testlərindən biridir. Deməli, baxaq izahına. Deməli, deyir ki, yay gündönümü günü günorta vaxtı günəş şüalarının eyni buzaq altına düşdüyü iki məntəqə arasında ən qısa məsafə 1 bölünsün, deməli 50 milyon, daha doğrusu 5 milyon miqyaslı xəritədə 66.6 sm-dir. Bu coğrafi enlikləri müəyyən etməyimizi istəyir. Gəlin ilk olaraq biz buradan həqiqi məsafə tapaq. Miqyasın 5 dənə 0 yerində də sildim. Miqyasım 50-dir. Daha sonra burada xəritədəki məsafəm var 66.6. Buradan həqiqi məsafə tapsaq 50 vurulsun 66.6 edir həqiqi məsafə 3330 km. İndi 3330 km biz dərəcəyə çevirmək üçün 111-ə bölməliyik. Meridian 1 dərəcəyə qoşsun uzunluğu verilib bizə 111.
Böləndə eləyir 30 dərəcə. İndi bunun qaydası nədir? 30 dərəcəni biz 2 hissəyə parçalayırıq. Eləyir 15 dərəcə və 15 dərəcə. Bunun üzərinə bir dəfə 23.5-i gəlirik. Bir dəfə də 23.5-dən belə yazaq. Çıxırıq 15-i. Birində eləyir 38.5, birində də eləyir 8.5 şimali enliyi. Cavabımız olacaq C variantı. Bu yeni tipli sualdır. Hələ qəbul imtahanında istifadə edilməyib. Daha sonra 16 nömrəli test tapşırığına sxemə əsasən yanlış bəndi müəyyən etməmizi istəyir. Faydalı qazıntılar verilib yanar və filiz olaraq. Deməli, 1 yanar şistdir, yanar faydalı qazıntıdır, doğrudur. Daha sonra B variantında 3 polimetal filizdir, bəli. 4 mərmər verir filizə, xeyr. Mərmər filiz deyil. Deməli, qeyri-filiz hesab olunur. Cavab C variantıdır. 17 nömrəli test tapşırığına baxaq. Deyir, Sakit Okeanın şərq hissəsinə aid olan xüsusiyyətləri müəyyən edin. Bildiyimiz kimi Sakit Okeanın şərq hissəsi Amerika sahilləridir. Yəni Şimali Amerika və Cənubi Amerika materikləridir. Baxaq. Sıra dağlar tam zolaq əmələ gətirmişdir. Bəli, söhbət Ant-Kordilyer dağ sistemindən gedir. Bir doğrudur. Çoxsaylı adalar qövsü onun qərb sahillərindədir. Söhbət Yapon, Filippin arxipelaqından gedir. Apo və Fujiyama vulkanları bu onun qərb sahillərindədir. Bildiyimiz kimi Fujiyama Yaponiyadadır. Apo isə Filippində yerləşir. Yüksək seysmikliyi var, bəli. Kakos və Naska litosfer təbayi ilə sərhəddə doğrudur. Dünyanın ən dərin çökəkliyi Mariandır. Marian onun qərb sahillərindədir. Yanlışdır. 1, 4, 5 cavabımız olacaq B bəndi. 18 nömrəli test tapşırığına baxaq. Bizə ərazilər verilib. Deməli, baxaq ərazilər haradır? 1 nömrəli ərazi Verxoyansk dağlarıdır. 2 nömrəli ərazi Ural dağlarıdır. Daha sonra 3 Atlas dağlarıdır. Sonra 4 böyük su ayrıcı dağlarıdır. 5 Dekan yaylasıdır. 6 isə Mississippi ovalığıdır. Gəlin baxaq bəndlərə. 6-ya deyir ki, denudasiyon mənşəli düzənliyi olub, səthi alüvyal çöküntülərlə örtülüdür. Deməli, 6 Mississippi ovalıqdır. Denudasiyon yox, bu akumulyasiya olmalıydı. Bir yanlışdır. 3-də deyir ki, ərazisində fosforit ehtiyatları mövcuddur. 3 Atlas dağlardır. Bəli, ərazisində bildiyimiz kimi Mərakeş ərazisində Atlas dağlarında fosforit ehtiyatları var. 3-də deyir ki, 2 ilə 4, yəni Ural dağlarının böyük su ayrıcı dağlarına oxşarlıq verib ki, Pangeanın Lavrasiya və Gondvaniya parçalandığı erada, yəni bu era paleozoydur. Bəli, hər iki dağ paleozoy erasında meydana gəlib. 3 doğrudur. 5-ə deyir ki, qədim platformadır Dekan yaylası. Bəli, üzərində yerləşir. Bəli, Hindistan qədim platformadır. Cavabımız artıq bəllidir. 2, 3, 4, 7. Gəlin digərlərinə də baxaq. 1-ə deyir ki, Verxoyansk dağlarına. Qədim qırışıqlıq vilayətinə aiddir. Xeyr, Verxoyansk dağları Mezozoy erasında yaranmışdır. Mezozoy isə orta qırışıqlıq vilayətidir. Deməli, qədim qırışıqlıq vilayəti Kaledon Hetsin dağı əmələ gəlmələridir. Deməli, burada 5 yanlışdır. 6-da 3 ilə 4-də deyir ki, geosinkronun inkişafının 3-cü mərhələsindədir. Bildiyimiz kimi 3-cü mərhələsində cavan dağlardır. Amma burada 4 böyük su ayrıcı qədim dağdır. Bu da yanlışdır. 19 nömrəli suala baxaq. 19-da deyir ki, Azərbaycanın relyefi və geoloji quruluşla bağlı doğru fikirləri müəyyən edin. Gəlin baxaq. 1-də deyir ki, Böyük Qafqaz dağları Azərbaycanda Baba dağdan etibarən şərqə doğru tədricən yüksəlir, yamacları dik olur. Yanlışdır. Niyə? Azərbaycanda Böyük Qafqaz dağları Baba dağdan etibarən alçalmağa başlayır. Yüksəlmiş ola bilməz. Baba dağdan şimala-qərbə doğru artır. Bir yanlışdır. Muğan düzü Araz və Kür çaylarının sağ sahilindədir. Doğrudur. Qusar mühalif düzəliyində Neogen dövrünə aid suxurlar var. Bəli. Talış dağlarında və Naxçıvanın dağlıq hissəsində Neogen dövrünə aid vulkanik suxurlar. Baxın, burada diqqət eləməlisiniz. Bunların hər ikisində vulkanik suxur var. Bu doğrudur. Amma ki, bu suxurlar Neogen yox, Paleogen dövrünə aid olan vulkanik suxurlardır. Diqqətli olaq. 4 yanlışdır. Azərbaycanda Kriptozoy eonuna aid suxurlara rast gəlinmir. Bəli. Ən qədim suxurlar Azərbaycanda Paleozoydur. Paleozoy isə Fanerozoy eonuna aiddir. Bu Azərbaycanda paleozoy suxurları Tovuzda Zəlimçə, Əsrikçə hövzəsinə və Sədrəyə qalxmasına yayılmışdır. 2, 3, 5 artıq cavabımız bəllidir. Və 6-da deyir ki, geotermik pillə böyük olub. Bildiyimiz kimi geotermik pillənin böyük olduğu ərazilər platformalardır. Bunu necə yadda saxlaya bilərsiniz? Pillə böyüksə seysmikliyi azdır. Yəni bir-birindən tərs mütənasibdir. Seysmikliyi azsa platformada 6 avtomatik yanlışdır. Gələk 20-ci suala. 20-ci sualda bizə deyir ki, Bədov mineral bulağının yerləşdiyi inzibati rayonda mövcud olan faydalı qazıntını müəyyən edin. Yanar faydalı qazıntını. Bədov mineral bulağı bildiyimiz kimi İsmailli rayonu ərazisindədir. İsmailli ərazisində isə yanar şist ehtiyatı yayılmışdır. Cavab B-dir. 21-də deyir ki, rəqəmlərlə qeyd olunmuş vulkanların düzgün ardıcıllığını müəyyən edin. 1 Klüt sopkasıdır. Burada Fujiyama olmaz, Aso olmaz, Etna olmaz.
2, deməli baxın 2-yə diqqət eləsək ki, bu Yava adasındadır. Yava adasında olan vulkan Semeru vulkanı idi. Cavabımız artıq bəllidir. 3-dəki vulkan Liliyakodur, 4 Kilimancarodur, 5 Vezuvidir, 6 Şasta vulkanıdır. 22-də deyir ki, Samur dəvəsi ovalığı, İncəduzu və Murovdağ silsiləsinin müvafiq olaraq aid olduğu tektonik zonalar. Samur dəvəsi ovalığı ön Qafqaz çökməsinə aiddir. İncəduzu Kür çökməsinə aiddir. Murovdağ silsiləsi isə Kiçik Qafqaz qalxmasına aiddir. Cavabımız olacaq B bəndi. Gələk açıq suallara. 23-cü sualda doğru fikirləri müəyyən etməmizi istəyir. Deyir ki, qırışıq dağlar litosfer tavalarının mərkəzində olur. Xeyr. Qırışıq dağlar geosinklinaldır. Geosinklinal ərazilər litosfer tavalarının mərkəzində deyil, sərhədində olur. Bir yanlışdır. Qapıcıq zirvəsinin yerləşdiyi inzibati rayonda, yəni Ordubadda Paraqaçay molibden yatağı var. Bəli. Dağlarda torpaq əmələ gəlmə prosesi intensiv gedir. Yanlışdır. Bu düzənliklər də intensiv gedir. Sutkalıq temperatur amplitudasının böyük olduğu ərazilərdə kimyəvi aşınma xarakterlikdir. Yanlışdır. Niyə? Sutkalıq amplitudanın böyük olduğu ərazilər səhra və yarımsəhra ərazilərdir. Orada isə fiziki aşınma gedir. 5-də deyir ki, Avstraliya litosfer tavalarının sərhədindən kənarda yerləşdiyi üçün seismik cəhətdən sabitdir. Doğrudur, yəni platformadır. Yapon adaları və İslandiya adası litosfer tavalarının sərhədindədir. Bəli. Yapon adaları konvergent sərhədindədir, İslandiya isə divergent sərhədində yerləşir. Gələk 24-cü suala. Yerin vəziyyətinə əsasən uyğun olmayan bəndləri müəyyən edin. Baxaq söhbət hansı tarixdən gedir? Deməli, gördüyümüz kimi şimal qütb işıqlanma qurşağı qaranlığın içərisindədir. Yəni burada qütb gecələridir. Burada qütb gecələri isə deməli bu tarix 22 dekabr tarixidir. Bu tarixdə Günəş 23:5 cənub enliyində, yəni cənub tropik üzərində zənitdə olur. Şimal yarımkürəsinə qış, cənub yarımkürəsinə yay fəsli başlayır. Baxaq suallara, variantlara. Deməli, variantda deyir ki, şimal və cənub yarımkürələri bərabər şəkildə işıqlanır. Xeyr, bu səhvdir. Niyə? Bu tarix ancaq 21 martdan 23 sentyabr tarixidir. Yəni, Günəş ekvatorda zenitdə olan zaman olur. Günəş Afrika üzərində zenitdədir. Bəli, Afrikadan cənub tropik keçir. Şimal tropik xəttinə Günəş yollarının düşmə bucağı 43 dərəcədir. Bəli, bunu hesablaya bilərik. Deməli, burada yazaq. Ekvatoru çəkirəm. Günəş 23:5 cənub tropikinə düşüb 90 dərəcə bucaqla. Bizə lazımdır ki, şimal tropikinə neçə dərəcə bucaqla düşər. Bura x qoyuram. Nə edirəm? Günəşin məntəqələr arasında fərqi tapıram. Fərqli yarımkürədə olduğu üçün bunları toplayırıq, eləyir 47 dərəcə. 90-dan da 47 çıxanda eləyir 43 dərəcə. Bu doğrudur. Bizə yanlış cavab lazımdır. Yox, üzr istəyirəm. Bizə yanlış cavab lazımdır. Bunu götürməli deyilik. Deməli, 22 dekabr qış gün dönümüdür. Bəli. Yeni Zelandiyada gündüzün uzunluğu Azərbaycanda gündüzün uzunluğundan qısadır. Xeyr. Yeni Zelandiya cənub yarımkürəsindədir. Yeni Zelandiyada yaydır hal-hazırda. Azərbaycanda qışdır. Yeni Zelandiyada gündüz daha uzun olmalıdır Bakıya nisbətən. Səhv deyilib. Deməli, 6-cı bənddə deyir ki, bu tarixdən etibarən cənub yarımkürəsində gecələr uzanmağa, gündüzlər isə qısalmağa başlayır. Bəli, bu doğru fikirdir. Niyə? Cənub yarımkürəsində artıq zenitdən 22 dekabrda zenitdədir. Bundan sonra Günəş ekvatora doğru gedir. Artıq gecə ilə gündüz bərabərləşməyə başlayır. Gecələr uzanmağa başlayır, gündüzlər isə qısalmağa başlayır nisbətən bir-birinə bərabərləşir. 6 da doğru bənd. 1-dən 5 oldu cavab. 25-ci sualda deyir ki, miqyas məsələsidir. Bizə həqiqi sahə verilib 10.000 kvadrat kilometr. Sonra xəritədəki sahə verilib 25 santimetr kvadrat. Sonra burada 7,5 santimetr verilib. Bu bizim xəritədəki məsafəmizdir. Bizdən həqiqi məsafəni tapmamızı istəyir. Həqiqi məsafənin düsturunu yadımıza salaq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Xəritədəki məsafəm 7,5-dir. Qoyuram yerinə. Amma miqyasım yoxdur. Miqyası gəlib buradan sahə düsturundan tapıram. Miqyasın sahə düsturu kök altında həqiqi sahə böl xəritədəki sahəyə bərabərdir. Qoyuram yerinə. 10.000 bölünsün 25. Eləyəcək kök altında 400. Bundan da kök çıxacaq 20. Miqyasımız 20-dir. Gətirib qoyuram burada yerinə. Bu da eləyəcək deməli 150. 26-cı sual. Fiziki aşınmanın intensiv getdiyi ərazilər bildiyimiz kimi səhra yarımsəhra ərazilərdir. 2 böyük səhra, 3 Avstraliyada mərkəzi Viktoriya səhrası, 5 də Turan ovalığı burada səhradır. 2, 3, 5-dir cavab. 1 Amazon ovalığı kimyəvi aşınmadır. 4 Konqo hövzəsi kimyəvi aşınmadır. 6 Böyük Britaniyada kimyəvi aşınma gedir. Gəldi açıq sualların sonuncusuna, daha sonra situasiya mətni gəlir. Deməli, uyğunluğu müəyyən edin. Azərbaycanda süxurların yayıldığı əraziləri soruşur bizə. Paleogen, baxaq variantlara.
A. Talış dağlarıdır. Talış dağlarında paleogen süxurlar yayılıb. Daha sonra B. Böyük Qafqazın belə deyim də, yüksək dağlıq ərazisidir. Burada Yura çöküntüləri yayılıb. Daha sonra C. Tovuz ərazisidir. Burada paleozoik süxurlar yayılıb. D bəndi burada Acnahor Ceyrançöldür. Burada daha doğrusu Ceyrançöl ərazisi burada Neogen dövrünün süxurları yayılıb. Burada Neogen seçimi yoxdur. Y isə Naxçıvanın orta dağlıq hissəsidir. Burada isə paleogen süxurları yayılıb. 1-ə A-Y, 2-yə B, 3-ə C olacaq. Gələk son olaraq situasiya mətnimizə. Situasiya mətninə deyir ki, Əli müəllim yeni mövzunu izah edən zaman A dağı haqqında məlumat verir. Deməli, A dağı haqqında məlumatlara baxaq. Ekvatordan 2220 km cənubda yerləşir. Yəni 20 dərəcə cənubda yerləşir. 111-ə bölürük. Ekvatordan 20 dərəcə cənubdadırsa 20 dərəcə cənub enliyi. Bakıdan günəş 6 saat 40 dəqiqə tez çıxır. Bakıdan tez çıxırsa deməli məntəqə Bakıdan şərqdə yerləşir. 6 saat 40 dəqiqəni biz dərəcəyə çevirməliyik. Bunun üçün nə edəcəyik? 6-nı vururuq 15-ə, eləyir bu 90 dərəcə. 40-ı bölürük 4-ə dərəcəyə çevirmək üçün dəqiqədir çünki eləyir 10 dərəcə. Toplamda 100 dərəcə aralarında fərq var. Bakı 50 şərq uzunluğundadır. Bakıdan 100 dərəcə şərq, 150 şərq uzunluğu eləyir. Deməli, məntəqəmizin koordinatları 20 cənub enliyi, 150 şərq uzunluğudur. Bunu silək. Davam eləyək. Deyir ki, bu dağın yarandığı erada Pangeya, Lavrasiya və Gondwana qurlarına parçalanmışdır. Söhbət Paleozoidən gedir. Ərazisində materikin şərq ucqa nöqtəsi yerləşir. Artıq bəllidir. Söhbət Avstraliyada yerləşən böyük su ayrıcı dağlarından gedir. 28-də dağın adı Böyük Su Ayrıcı dağlarıdır. A dağının yay gün dönümü günü günəşin düşmə bucağını istəyir bizdən. Deməli, ekvatoru çəkirəm. 20 cənub enliyi. 20 cənub enliyi ilə şimal tropikində zenitdə olan zaman günəşin düşmə bucağını tapmalıyıq biz. Bura günəş düşür 90 dərəcə bucaq altında. Bunlar fərqli yarımkürədə yerləşdiyi üçün toplayırıq, edir 43.5. 90-dan da 43.5 çıxıram. Bura yay dönümü günü günəşin düşmə bucağı 46.5 dərəcə olacaq. A dağının yerləşdiyi coğrafi uzunluğu tapmışdıq. 150 şərq uzunluğudur. 29-cu sualda deyir ki, A dağının yerləşdiyi ölkədə yayılan faydalı qazıntı yazmalıyıq. Avstraliyada yaza bilərik boksit, daha sonra daş kömür, uran və s. bunlar yaza bilər, dəmir filizi. A dağının yerləşdiyi ölkə Avstraliyadır. A dağının yarandığı erada, yəni Paleozoik erasında 2 dağ sistemi yazmalıyıq. Uralı, Appalacı, Skandinaviyanı yaza bilərik. Kap əjdaha dağlarını yaza bilərik bura. 30-cu sualda A düzənliyi yerləşdiyi materikin cənub və şərq ucqa nöqtələri. Avstraliya materikinin şərq ucqa nöqtəsi Byron burnudur. Cənub ucqa nöqtəsi isə cənub-şərq burnudur.